Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərman qızı canlı yayım zamanı səhhəti ilə bağlı diqqət çəkən açıqlama verib. O, elə yerim yanıb ki, göstərə bilmirəm sözləri ilə yaşadığı narahatlıqdan danışıb. Afətin bu etirafı izləyicilər arasında maraq doğurub və sosial şəbəkələrdə geniş müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. Sanatoriyanız hardaydı? Sağ olun, çok sağ olun. Plajdaydım, geldim qəşəng. Zaqar aldım, biraz da yandım. Olmuşam. Qabığım çıxıb, qabığım. Spasiba. Çok sağ olun. Pis gün olsun ha, Gənc Vallo, nə bilim nə adını da bilmirəm. Sən atıram bloka. Sən bu piraşkı yiyən qızı görməyəsin. Çok sağ olun. Var olun dostlar. Yemeğim pişene kadar. Azərbaycanlılar pişirib, tozunu. Playajda donumu belə fırladıb başımın altında qoymuşam. Ona görə də üzürlüsən belə bir günləri. Sonra deməyin. Yox ay xanım, kürəyimi göstərənmərəm. Yanıb, yanıb. Elə bir piraşkı çox. Yarısı bəsdir.